Salam əziz dostlar, xoş gördük sizləri. Magen David qrupunun təşkilatçılığı ilə Monitoring TV-də mən Zeynəbin təqdimatında Milli Dəyərlər verilişindən hamınızı salamlayıram. Hamınızı gözəl ovqat, gözəl əhval-ruhiyyə arzu edirəm. Bugün mənim o qədər maraqlı bir qonağım var ki, mən inanıram ki, qulaqlarınız bayram eləyəcək. Çünki hər sətrində ruhumuzu oxşayan, hər sətrində bizim ruhumuzda fırtınalar oyadan bir şair var burada və eyni zamanda hər sətri bir nəğməyə çevrilən bir şair var. Şərəf və şöhrət ordenli, həm nasir, həm şair, həm tərcüməçi, bir sözlə incəsənət sahəsində o qədər işləri var ki, onları sayıb qurtarmaqla bitməz. Sadəcə olaraq bizim sevimli nəğməkar şairimiz Baba Vəziroğludur qonağımız. Baba müəllim, xoş gəlmişsiniz verilişimizə. Xoş görüşürüz, həmişə xoş günlərdə görüşək inşallah. Sağ olun. Baba müəllim, bilirsiniz ki, devlətimizin ümumiyyətlə dünyada gedən ictimai-siyasi hadisələr hamısı istər-istəməz, biz istəməsək də bizim həyatımıza toxunur və bizim həyatımıza bir yön verir. Bizim həyat tərzimizi, yaradıcılığımızı hamısını dəyişir. Bax, son zamanlar, son illərdə Respublikamızda baş verən bir çox gözəl hadisələr, bizim devlətimizin daxili, xarici siyasətinin dünyaya bu qədər geniş açılması və onun nəticəsində qalib bir devlətin, qalib bir şairi kimi bugün sizin ilk öncə ürək sözlərinizi dinləyək, ondan sonra keçək o birisi suallarımıza. Ürək sözlərim təbii ki, bizim bütün tamaşaçılarımıza salam yetirməkdir, onlara ən xoş günlər arzulamaqdır. Keçən, gələn bayramlarını təbrik eləməkdir hamısını. Sizin də bayramınız bu arada mübarək. Sağ olun, var olasınız. Amma siz son zamanlar deyirsiniz, son illər deyirsiniz. Amma mən o son illər deyəndə böyük bir epoxanı nəzərdə tuturam. 2 əsri şahidi olan bir şairəm mən. Bəli. Siz çox şairlərin epitetlərini saydınız. Amma orada əlavə eləmək olar ki, 2 əsrin canlı şahidi olan şair Baba Vəziroğlu. Həm də təkcə bu mənim keçdiyim bu ömür təkcə sevinclərlə, zəfərlərlə, qələbələrlə bağlı deyil, həm də ən pis günlərlə, ən çətin günlərlə, həm şəxsi mənada, həm xalqımız, millətimiz üçün, məmləkətimiz üçün. Çünki biz cavanlar ancaq kitablardan oxuya bilər, filmlərdən baxa bilərlər, amma biz canlı şahid olmuşuq o ağır illərin. Azərbaycanda gedən o təbəddülatlı bir dövrün canlı şahidiyik. Torpaqlarımızın 20% demirəm, torpaqlarımızın elə bil hamısı işğal olunmuşdu. Yəni o cür təəssürat yaradırdı. Biz onu sadəcə coğrafi mənada deyirik 20%. Ürəyimiz işğal olunmuşdu, qürurumuz, mənliyimiz. Çox gözəl dediniz, bəli. O illəri yaşamışıq biz. O illəri yaşamış bir bütün ziyalılar kimi, yəni mənim yaşıtlarım kimi o ağrıları biz keçirmişik. Və yenə təkrar edirəm ki, dünyanın ən xoşbəxt insanlarıyıq, sənətkarlarıyıq ki, biz o məşəqqətli dövrdən sonra bu günləri gördük. Görməyə də bilərdik. Doğrudur. Tanrı bizə belə bir hədiyyə verdi. Bu ömrü ki, siz ki bu qədər əzab-əziyyət çəkdiniz, siz ki bu qədər nə bilim, deyim ki, bu xarici tədbirlər vaxtı, beynəlxalq konferanslar vaxtı ki, o mənasız, nə bilim, belə xalq da deyə bilmirəm, tayfanın yanındakı başınız aşağı oldu, xəcalət çəkdiniz. İndi sizə mən bu böyük zəfərin sevincini hədiyyə verirəm. Mükafatlandırdı bizi. Mükafatlandırdı. Yəni həmişə hər cəfanın bir səfası da olmalıdır. Tanrı da bilirsiniz ki, ən ədalətli bir arbitrdir. Doğrudur. Və şükür Allaha ki, biz artıq neçə ildir, siz son zamanlar deyirsiniz, həmən o son zamanlar odur ki, biz o cəfanın səfasını çəkirik. Ondan sonra təbii ki, artıq xarici səfərlərdə getməyə daha çox həvəsliyəm. Hətta mən gedəndə istəyirəm ki, o qonşu tayfanın nümayəndələri də mütləq orada olsun, amma qabaq heç istəməzdim ki, orada olsunlar. Olsunlar və Azərbaycan xalqının qürurunu, qalibiyyətini, zəfərini
bizim timsalımızda, bizim şəxsimizdə görsünlər. Və bu belə də olur. Fərq üçün deyim ki, əvvəllər biz bir təhər bəlkə də arxa sıralarda otururduq ki, görməyək onları. Yəni, valla açığın deyim də, loru dildə desəm, belə istəmirdik ki, çox ön planda olaq. Çünki o rişxəndli sözlər, o tənəli baxışlar bizi məhv edirdi. İnanın ki. Doğrudur. Belə buna görə gəlirəm ki, Azərbaycan xalqı həmişə qəhrəman xalq olub. İnanın ki, elə bilirsiniz 90-cı illərdə başqa bir Azərbaycan xalqı vardı. Bu xalq idi. Və bəlkə də qəhrəmanları bu 2-ci Qarabağ savaşında olan qəhrəmanlardan daha çox idi. Amma sadəcə liderimiz yox idi. Doğrudur, ən önəmlisi. Sadəcə bizim rəhbərimiz yox idi. Şükür Allaha, təbii ki, biz Heydər Əliyevi artıq da ona lider, rəhbər sözü də azdır, ona biz xilaskar deyirik. Xilaskar. Sözün həqiqi mənasında. Necə İsa Məsih 40 ildən sonra, 40 il müddətində ki, öz xalqını, Yəhudi xalqını xilas edib, ona xilaskar adı verilib, Məsih. Bizim də Məsihimiz, xilaskarımız Heydər Əliyev oldu. Sənin adınla bağlı bu xalqın hər zəfəri, qədəmin dəyən yerdə səhralarda gül açır, Gülistana çevrilir yurdun kəndi şəhəri. Güneş dolur elə bir harda çəkilir adın, dosta fəxarət gəlir, gözü kör olur yadın. Azərbaycan deyəndə səni düşünürük biz, azadlığı inanır xalqa sən bağışladın. İnanın ki, o da gözlərimizin qarşısındadır ki, Azərbaycan nə cür acınacaqlı bir gündə idi. İndi Azərbaycan deyirik. O zaman o Azərbaycan sözü də olmaya bilərdi. Olmaya bilərdi ki, neçə yerə parçalanardı, quberniyalara, nə bilim, məşhur mahnıda deyildi kimi, hər qarşı, hər nə bilim, hər bucağı bir qonşuda əsir qalan bir Azərbaycan olardı. Bugün şükür Allaha ki, bizim liderimizin, sözün həqiqi mənasında, o təkcə bizim liderimiz deyil, dünya liderlərinin ön sırasında dayanan bir rəhbərdir. Və şükür Allaha ki, biz bu günləri gördük, şükür Allaha ki, biz bugün oturub sizin televiziyada belə bir müsahibə aparırıq. Qürurla, dediyim kimi, qürurlu bir dövlətin, qürurlu bir şairi. Şairi yox, vətəndaşı. Siz bu qədər ağrını biz nəyə görə keçiririk? Bəzən deyirlər ki, şair hərdən xəyal olur, laməkan olur. Şair ancaq öz yazı masasının arxasında romantikdir, şairdir. Qalan vaxt o bir vətəndaşdır, qalan vaxt o bir cəmiyyətin bir üzüdür. Qalan vaxt bir atadır, nə bilim, bir babadır, bir yoldaşdır, dostdur, ailə sahibidir və öz məmləkətinin vətəndaşıdır. Ona görə biz bu dərəcədə, o vətəndaşlığa görə biz bu dərəcədə o ağrıları keçirirdik və indi o sevinci yaşayırıq. Doğrudur. Tək şairi, oturum mənim işim, peşəm elə Sabir demişkən, vəzifəm budur ki, əşarı yazım. Bu deyil təbii ki, müasir şairlər belə olmamalıdır. Müasir şairlər o klasik şairlərdən çox fərq verir ki, saçı dağınıq idi, üzr istəyirəm, damağında siqareti vardı, belə başını aşağı salıb, ancaq öz aləmində idi, şeirin yazırdı. Müasir şair o deyil. Müasir şair həm də ziyalıdır, həm də məmləkətinin aparıcı qüvvəsi sırasında dayanan bir insandır. Və o hər bir ağrını, hər bir sevinci yaşayır. Baba müəllim, sizi doğru vurğuladınız. Yəni, bir şair ən önəmlisi aktiv bir vətəndaş olmalıdır. Və biz də sizi doğrudan da bir çox tədbirlərdə, istər dövlət tədbirlərində və yaxud da başqa, yəni dövlət əhəmiyyətli, hamısında sizi ön sıralarda görürük. İnsanlarla, oxucularımla, dinləyicilərimlə, tamaşaçılarımla görüşlərdə. İnanın ki, mən hər gün canlı görüşlərdə olurum. Respublikanın elə bir orta məktəbi, ali məktəbi qalmayıb ki, mən əskəri hissəsi, istehsalat məsələləri, canlı görüşləri mən çox sevirəm. Çox sevirəm.
Əvvəllər mən deyirdim ki, elə televiziya çıxışları, nə bilim, radio müsahibələri kifayət edir ki, insanlarla ünsiyyətdə olsam. Amma sonra gördüm, yox, canlı görüşlər tamam ayrı şeydir. İndi çox televiziya verilişlərindən, efirlərdən imtina edə bilərəm, amma canlı görüşlərdən imtina edə bilmirəm. Çünki insanlar gözləyir orada. Baba müəllim, zamanı necə paylaşırsınız bu qədər işlərin içərisində? Bəli. Çalışıram ki, bəli, zamanı paylaşmaq. Yəni biraz səhhətimin hesabına, biraz yaradıcılığımın hesabına, amma mütləq çalışıram ki, insanların gözü yolda qalmasın. Axı onlar mənlə görüşə hazırlaşanda aylarla, günlərlə hazırlaşırlar. Doğrudur. Nəğmələrimi əzbərləyirlər, şeirlərimi oxuyurlar. Sizin şeirlərinizi əzbər bilməyən yoxdur. Xüsusən də uşaqlar və gənclər. Onların gözünü necə yolda qoymaq olar? İnanın ki, mən gedəndə görürəm ki, elə bir əskəri bir hissədir, nizam-intizamla düzülüblər, gələn kimi mahnını başlayırlar. Xüsusən də sən elə bir zirvəsən, Ulu Öndərə həsr olunmuş mahnı ilə başlayırlar. Tədbiri, o himlə başlayırlar. Ona görə mən bütün itirdiyim vaxtı da, səhhətimin nə bilim, ziyanına da olsa, mən o görüşlərdən böyük stimul alıram, böyük zövq alıram, böyük ilham alıram, belə demək mümkün. Çünki sizin həyatı boyu çəkdiyiniz zəhmətlərin bu bəhrəsidir, dəyəridir, qiymətidir baba müəllim. Həm də Zeynəb xanım, bir şey var ki, axı mən özüm də o illəri yaşamışam. Mən özüm orta məktəbdə oxuyanda, universitetdə oxuyanda o məşhur insanlarla görüşlər keçirilirdi. O zaman daha çox dəbdə idi bu. Xalqın öndə gedən ziyalıları ilə, sənətkarları ilə görüşlər. Mən ilk dəfə Musa Yaqubu görəndə bir 3 gün çörək yeyə bilmədim. Biz hələ İsmailli orta məktəbdə oxuyanda. Onun dərnəyinə getmişdim, şeir dərnəyinə. Bir 3 gün özümə gələnmədim ki, doğrudan mən Musa Yaqubu canlı görürəm. Sonra təbii ki, Bəxtiyar Vahabzadə ilə, Süleyman Rüstəmlə, İmran Qasımovla, Əli Vəliyevlə, Nəhəylə, Süleyman Rəhimovla dostluq elədim mən. Özüm təsəvvürlə cavan bir uşaq, amma həmişə mən xoşlayıram ki, özümdən böyük adamlarla dostluq eləyim və həmişə xoşlayıram ki, dinləməyi bacarım. Danışmaqla çox aram yoxdur. Çünki biraz eqaidcəsinə səslənirəm. Mən deyirəm ki, onsuz da bildiyim məndədir də. Qoy nəsə öyrənim. Hətta balaca baxışı uşaqlarından da nəsə öyrənmək istəyirəm. Onlar çox səmimidir axı. Bax, belə mənim müşahidə qabiliyyətim və dinləmək istedadım ən çox sevdiyim xüsusiyyətlərimdəndir. Bir çox televiziya proqramlarında da mən çox diqqət etmişəm. Sizin doğrudan da dinləmək qabiliyyətiniz çoxdur. Dindirməsələr dinmərəm. Bir masa arxasında, bəli, çox gözəl dediniz. Bir masa arxasında elə olub ki, verilişlərdə 5-6 qonaq əyləşibdir. Hamı söhbət edir. Mən diqqət edirəm, baba müəllim susur. Baba müəllimdən sonunda bir söz soruşanda baba müəllim sakitcə ona cavab verir, amma gözəl cavab verir. Amma hətta bir sirri də açım ki, inan ki, bir neçə veriliş olub, təsadüfən indi getmişəm də. İnanın ki, 2 saatlıq verilişdə bir kəlmə, 2 kəlmə söz deməmişəm. Elə necə getmişəm, xətirlər xətirinə də çıxıb da gəlmişəm. Baba müəllim, sizin susmağınız da bir danışmaqdır. Onlar da çox böyük sözlərdir. Siz onun mənasını gözəl başa düşdünüz. Doğrudan da bəzi insanlar bir kəlmə danışanda bir kitablıq söz demiş olur. Əsas odur. Məşhur Pifaqorun bir məşhur kəlamı var da, qızıl kəlamı var. Sus ya da susmaqdan qiymətli bir sözdür. Bir sözdür. Bir sözdür. Bəli, çox gözəl bir sözdür. Baba müəllim, sizin səhv etmirəmsə, 1000-dən çox şeirinizə mahnılar bəstələnibdir. 1000-dən çox. Doğrudurmu? Bəlkə də çoxdur, onun sayını çoxdur. 1000-dən sonra sayı itirab. Və çox qəribədir ki, bu mahnıların hamısı demək olar ki, yaddaşlarda qazınıb qalan, dillər əzbəri olan mahnılardır. Yəni, sizin sözlərinizə yazılan mahnılar sanki sadəcə olaraq
musiqi üçün gələn hər notun üzərinə qonan hər şeydə bir kəlmələr var. Çox qəribədir. Bəzi sizin şeirlərinizdə, bax görürsünüz mahnı deyirəm. Sizin sözlərinizə bəstələnmiş mahnılarda bəstəkarla şairin işi harda başlayır, harda bitir, biraz onu fərqləndirmək çətin olur. Bəzən insan elə gəlir ki, bunun musiqisini də sözlərində baba müəllim yazıbdır. Və yaxud da ki, səhv etmirəmsə sizin 50-dən çox mahnınız Kamal müəllimlə mahnılarınız var. Son illərin mahnıları. Bəli, son illərin mahnıları, amma onun hamısı hit oldu, hamısı dillər əzbəri oldu və çox qısa bir zamanda. Bugün mahnı çıxır 2 gündən sonra baxırsınız ki, hər yerdə o mahnını dinləyirik. Ona görə bizim mahnılara hit deməyin. Hit o 3 günlük mahnılara deyil. Bizim mahnılar əbədi olaraq insanları düşündürən, güldürən, ağladan, onun ürəyini titrədən nəğmələrdir. Necə ki, bizim ümumiyyətlə o mənəvi sərvətimiz bu prinsiplə qurulub. Biz 1000 ildən sonra küçələrə su səpmişəm mahnısını yenidən dinləyəndə ehtisaza gəlir. Halbuki indi küçələrə su səpən yoxdur. Amma nəğmə yaşayır, görürsünüz. Doğrudur. Bax, onu soruşmaq istəyirdim. Bax, necə bu iş birliyi, bax, məsələn, Kamal müəllimlə olan mahnılarınız, sən uca bir zirvəsən mahnısı demək olar ki, uşaqdan çox yaşlı insanlara qədər insanların gözünü yaşardan, qəlbinə toplanan bir mahnı. Fəaliyyəti, tarixi missiyası haqqında bir himndir. Himndir, bəli. Himndir. Demək istədim, yəni bu mahnı, sizin bu iş birliyiniz çox qəribədir. Necə anılır ki, harada Kamal müəllimin işi bitir, harada sizinki başlayır, bunu seçmək olmur. Bəzən mən o mahnıları elə düşünürəm ki, onun musiqisini də siz yazmışsınız və yaxud da sözlərini Kamal müəllim yazıbdır. Çünki tandem belə gözəl alınanda adam elə gəlir ki, və bəzən də bizə elə gəlir ki, sözlərin Kamal müəllim yazıb musiqisini. Necə ayırmaq çətin. Bəli. O dərəcədə o tandem bir vahid, tam bir məhsul istehsal edib. Orada artıq əllər görükmür. Gözəl bir əsər görünür. Orada mənim əlim, Kamalın əli görünmür. Və yaxud ifaçının əli. Ondan başlayayım, biraz da qədimə gedim ki, mən ona görə həm də bu kəmiyyətcə bu qədər mahnılar çox olub ki, mən çox gənc yaşlarımdan, demək olar yeniyetmə yaşından, universitetin 1-ci kursundan, 17 yaşından başlamışam mahnı yaraşığına. İlk mahnılarımı ölmə sənətkarımız Şövkət xanım Ələkbərova ifa edib. O zaman bilirsiniz ki, yeganə Azərbaycan televiziyası vardı və orada bir dəqiqəlik bir çıxış, bir nəğmənin səslənməsi bir gecənin içində səni məşhurlaşdırır. Bəli. Çünki 10 milyon yox, o zaman bir 7 milyon da yoxdur da, yəqin ki 7 milyon insanın hər axşam gözü zillənirdi Azərbaycan Dövlət Televiziyasına. Və bəlkə də bu cür insanlarla mənim mahnı yaradıcılığına başlamağımın elə bu uğurumun səbəbi elə odur ki, mən böyük insanlarla bu yola çıxdım mən. Bəstəkar Oqtay Rəcəbov, bəstəkar Firəngiz Babayeva, ilk mahnılarım bəstəkarları olardı. Sevərsənmi mahnısı və Töhfə mahnısı. Bunlar ilk nəğmələrimdir. Və böyük müğənnilərlə çalışdım. Təsəvvür edin ki, Mirzə Babayev, Flora Kərimova, Şövkət Ələkbərova, Rubava Muradova, Akif İslamzadə, kimlər. Hüseyn Ağa Hadiyev çox artıq haqq dünyasındadır. Allah onlara rəhmət eləsin. Və ona görə bəlkə də mən həmişə belə bir yozum məndə əmələ gəlir ki, yəqin mən böyük sənətkarlarla bu yola çıxmışam. Bir daha təkrar edirəm. Mən indi bu əldə qayırma dırnaq arası bəstəkarlarla və yaxud ifaçılarla bu yolu gəlsəydim, heç mən uğur gözləməzdim bu yoldan. Ona görə ki, çünki o zaman mahnılarda yad notları qoymazdılar ki, olsun. Mahnılarda bayaqlıq imkan verməzdilər ki, olsun. Böyük bir bədii şura fəaliyyət göstərirdi Azərbaycan Dövlət Televiziyasının nəzdində. O bədii şura siyasi rıçaq deyildi, siyasi orqan deyildi, sırf bədii şura idi. Belə bir qurum idi o bədii şura. İndi bədii şuranı söymək, qınamaq dəbə düşür. Amma biz o bədii şuradan keçmişik.
bir balaca plagiat olsaydı, bir balaca yad not olsaydı həmən dəqiqə qeyd edirdilər ki, hətta özü onu tamam məhv eləmirdilər. Deyirlər gedişdə. Bu görürsünüz ki, Hind adı üstündə gələn notdur. Bu ərəb musiqisini xatırladır. Bizim Azərbaycan musiqimiz var. Doğrudur. Və yaxud bu şeirdə axı bir məna biz anlamadıq, get şeiri təzdən işlə. Yəni belə bir sınaqlardan keçib gəlmişik və o məsuliyyət, o ədəbiyyata, sözə, musiqiyə o münasibət bizdə o vaxtdan yaranıb. Ona görə də bu gün son illər ki, bizim bəstəkar Kamal'la, dostumuz Kamal müəllimlə belə bir tandemimiz başladı. O ənənələr üzərində. O ənənələr olmasaydı bəlkə bu tandem alınmazdı. Doğrudur. Çünki o ənənələri o da bir musiqiçi kimi gözəl bilir. Mən də bir təbii ki, qələm sahibi kimi bilirəm ki, bu gün Azərbaycan musiqisinə necə xidmət eləmək olar, nə yazmaq olar, Doğrudur. nə yazmaq olmaz. Bunu da bilirik, hətta nə olmaz onu da bilirik. Çünki mənə xüsusən tez-tez müraciətlər olar ki, mənə belə bir şey istəyirəm. Deyirəm, valla onu sən filan kəsə deyirəm. Bu mənlik deyil. Mənim işim deyil. Mən işim deyil. Mənim işim deyil. Çünki sifarişlə hazır olan nə deyirlər, məhsul şirin olmaz. O artıq, bəli, o artıq bazar məhsuludur. Bəli, o artıq oradakı bir maddi maraq var, orada bir xətir hörməti var, nə bilim, yəni də belə bir təmənna var, o alınmaz. Doğrudur. Baba müəllim, sizin Kamal müəllimlə işbirliyinizdən söhbət açılmışkən, sizin bu bir də onu üçlük kimi götürək biz. Bir də alim müəllim var orada. Alim müəllim var. Alim müəllim sizin birgə bir neçə mahnınızın ifaçısıdır və yəni hər kəsin qəlbinə artıq keçən o fırtınanı alim müəllim nöqtəsini qoyur. Siz onun əsasını qoyursunuz. Nida işarəsi, doğrudur. Siz o fırtınanı qoparırsınız Kamal bəylə, siz Kamal müəllimlə və nida işarəsini də alim müəllim qoyur. Söhbət əlbəttə ki, ən önəmli, yəni birinci, belə deyim də, hamının sevdiyi xatirədir mahnısından gedir. Xatirədən qabaq ilahi mahnısı. İlahi mahnısı vardır. Amma mən niyə gətirirəm? Çünki xatirədir mahnısının davamı kimi bir mahnı da gəldi bu yaxında. Mən onu dinlədim. Çox gözəl, çox uğurlu bir mahnıdır. Həqiqətən də yenə də söz, musiqi vəhdəti və alim müəllimin ifası nidanı qoyubdur. Möhtəşəmdir. Necə oldu? Kimin ideyasıydı bu ki, yəni o mahnının davamı gəlsin? Bu inanın ki, uzun illər sürən bir ideya idi. Yəni böyük zəfərimizdən sonra biz tez-tez ki, o bizim qarşısında baş əydiyimiz şəhid anaları ilə tez-tez görüşürdük və hər dəfə o xatirədir mahnısı səslənirdi təbii ki. İndi hansı hissiyatlar yaşanır orada təsəvvür eləmək çətin deyil də ki, o xatirə. Bütün insanlar, o analar, o evlatları ilə, nə bilim, həyat yoldaşları ilə, ataları ilə o uşaqları nəzərdə tuturam, keçirdiyi ən gözəl günləri xatırlayırdı. Və birdən o reallıqda var ki, onlar artıq həyatda yoxdular. Yəni, xatirə bir mahnısı bu hissiyatları oyadır. Amma görünür bu bizim müqəddəs şəhid analarımız o qədər bu hissiyata belə qapıldılar ki, birdən elə bil, hətta utana-utana dedilər ki, alimlə mənə, dedilər ki, Kamal müəllimə də çatdırın, biz istəyirik ki, bu mahnıdan doymuruq. Bu, onun ardı kimi bir mahnı da olsun. Söndü ocaq, yandı külü, nə sızlarsan zulüm, zulüm. Söndü ocaq, yandı külü, nə sızlarsan zulüm, zulüm. Nə ayrılıq, nə də ölüm, bizi ayrı salam ol. Bir mahnı da olsun, amma orada təkcə dünyadan ancaq xatirələrin qalması olmasın. Yəni ki, yəni o əbədi kədərin, o müqəddəs kədərin önündə ölüm itim yalandır. Yalandır. Yəni hər şey qalır. Hər şey qalır. Və onda biz Kamal müəllimə də dedik, Kamal müəllim sağ olsun ki, bu mahnını, o melodiyanı yaratdı.
Mən ona söz yazdım və alim Qasımov da siz demişkən o nida işarəsini qoydu ora. Yəni çox Alim gözəl. müəllimlə yenə mahnılar işləyirik. Çox gözəl. Yenə indi biz artıq o mahnı da bizə stimul verdi ki, daha yeni mahnılar edək. Çünki çox uğurlu alınır, çox sevilir. Yəni inanılmaz bir nəticə alınır, çox qəribədir. Dediyim kimi, yəni sizin sətirləriniz notlarla birləşir və möcüzələr yaranır. Doğrudan möcüzələr yaranır bu müəllim. Görürsünüz ki, o mahnıda daha belə daha gələcəyə böyük ümid var, reallığı qəbul etməmək hissi var, nikbinlik var ki, qəmli bir nikbinlik var. Aylar ötdü, il ötüşdü, elə bilmə ayrı düşdük. Ayrılıq da bir görüşdü. Bəli. Ölüm itim yalan oldu. Belə. Dinləmək belə doğrudan çox ağrılıdır, amma doğrudan çox gözəl mahnıdır. Sizin şeirlərinizi bir çox qiraətçilər söyləyirlər, amma siz özünüz, sizin öz səsinizlə daha gözəl alınır. Sizcə elə deyilmi? Çünki mən çox deyirəm. Onu mən deyəmərəm, o deyirlər. Bir tamaşaçı kimi mən deyirəm. Sizin öz səsinizlə daha gözəl alınır baba müəllim. Hind toyuğu ya toz quşu belə baxır, güzgüyə deyir, məndən dünyada yoxdur. İndi onun məsələ olması. Oradan gözəl alınır. Təbii ki, tamaşaçılar deyir, amma yox, elə qiraətçilər var ki, onların o peşəsidir, sənətidir, yaradıcılığıdır. Onlarla müqayisə oluna bilmərəm. Amma qələm yoldaşlarımla müqayisə oluna bilərəm ki, bir neçə bizim qələm dostumuz var ki, onlar öz şeylərini yaxşı deyirlər, amma deyirlər ki, sən də onların sırasındasan. Bu mənə çox xoşdur ki, Ramiz Rövşəndir, Vahid Əzizdir, hər kəs özünə məxsus deyir. Sonra rəhmətli Nüsrət Kəsəmənli idi, gözəl deyirdi şeiri, Zəlimxan Yaqub. Görürsünüz, çox Məmməd İsmail. Çox deyil. Görürsünüz, şairlərimiz çoxdur, amma öz şeirlərini o cür gözəl, ürəklə, hissiyatla, səmimiyyətlə çatdıran şairlərimiz azdır. Musa Yaqub, əsas Musa Yaqub o xırıltılı səsi ilə, o obrazı ilə gözəl deyildi. Hətta hərdən televiziyada rast görürüm, şeir oxuyurlar bizim qələm dostlarımız. Hətta mən ürəyimdə təsvir edirəm ki, Allah, sən səsini kəs, ver bir qiraət çoxsunuz. Çünki şeiri biabırçı günə salırsan. Şeirin ruhunu öldürürlər. Ruhunu öldürürlər. Öldürürsən. Çünki şeir gözəl, amma sənin ifan sıfır. Doğrudur, çatdırmaq məsələsi var, onu dinləyiciyə. Doğrudur. Ona görə o cür şairlərə, hətta zarafatım olanlarla da, aramaçı olanlarla deyirəm, sən oxuma. İstəyirsən, ver mən oxuyum. Amma sən oxuma şeir. Çünki o şeirləri hayf eləmə. Doğrudur. Baba müəllim, sizin şeirlərinizdə çoxluqda demək olar ki, yəni çox şeirlərinizdə dediyiniz kimi ta o gənclik illərindən bu yana yazdığınız şeirlərinizdə çox qəribə bir nisgil var. Çox qəribə bir həsrət var. Yəni bunların səbəbi sizin ümumiyyətlə ruhunuzda, duyğularınızdan mı gəlir, yoxsa həyatınızda ümumiyyətlə siz meyillisiniz belə duyğusal olmağa, hissiyatda olmağa? Məsələn, nəyə bağlamaq istəyirəm? Bizim Cavan müəllim çox gözəl o mahnının, o da yenə nida işarəsini qoyubdu, möhrünü qoyubdu, Çıx qatar yoluna. İldar Mansurovla səhv etmirəmsə bizim gözəl bəstəkarımız, böyük bəstəkarımız İldar Mansurovla sizin işbirliyinizdir o da. Çıx qatar yoluna, məni qarşıla, çıx qatar yoluna. Bəlkə bir ömürlük çəkdi bu səfər. Çıx qatar yoluna, bəli. Bəlkə bir ömürlük çəkdi bu səfər, mən gələ bilmədim, məni bağışla. Yəni burada o qədər böyük bir nisgil var ki, orada məni bağışla sözü, mən deyərdim ki, bəlkə o şeirin ana sözüdür. Tək bir o sözlə sanki o qədər çox söz demək olur ki. Bax, mən o barədə istəyirdim sizdən orada bir qəribə kontrast var. Yəni, sənə hər şey göndərim, hər şey. Hətta yuxularında görə bilməyəcəyin şeyləri göndərim, nəsnələri göndərim, bahar göndərim, nübar göndərim, meyvələr. Bir dənə mən gələ bilmirəm. Mən gələ bilmirəm. Siz Cavan Zeynal'dan, amma çox qəribədir ki, Rafiq Hüseynovun ifası. Dinləmişəm, onu da dinləmişəm. Onu bizim indi təbii ki, biz böyük şəhidlərin ağrısını bu gün də yaşayırıq. Neçə şəhid
çox qəribədir ki, şəhid yox, hələ şəhid olmamışdan öncə neçə vətən fədaisi döyüşə atılarkən, döyüşə gedərkən bilir ki, onsuz da qayıtmaq çox şansı çox cüz idi. Vəsiyyət edib ki, məhz Rafiq Hüseynovun ifasında o mahnı ilə onu gəlsinlər və dəfn eləsinlər. Ondan sonra o mahnılara mən sakit qulaq alsamıram. Bir o mahnıdır, bir də xatirədir mahnısı. Xatirədir, bəli. Bizim neçə milli qəhrəmanımız, şəhidlərimiz çox. Çünki insanlar bilə-bilə, gülə-gülə ölmə gedirdilər də. Ölmə gedir. Həm də gənc həyatların insanlar. ən gözəl çağında, və onlar da istəməyib vaxtında. ki, onlar üçün vay-şüvən qoparılsın. Ona görə bu vəsiyyətləri ediblər. Son dinlədikləri mahnılar olub. Mən bütün sosial şəbəkələrdən oxuyuram da. Onların evladları, ailələri yazır onu. Deyir ki, yazırlar ki, atamız, uşaqlar yazır, atamız bu mahnını dinlədi, bizi öpdü, getdi. Bir də gördük ki, deyir, gedəndən sonra kağız qoyub kitabın arasına ki, mən şəhid olanda məni bu nəğmənin melodiyası ilə gətirib dəfn edirsiniz. Ağlamayın. Bunu yazıb ki, ağlamayın. Çox qəribə hissiyatlar. Bəli, doğru. Ondan sonra o nəğmələri belə sakit dinləmək mümkün deyil. Mümkün deyil. Mümkün deyil. Mümkün deyil, bəli. Sizin şeirlərinizdə bir mən var. Bir insanın, yəni bir fərdin, deyək ki, duyğuları, hissləri. Amma çox qəribədir ki, hər kəs sizin şeirlərinizdə özünü tapır. Və o şeiri oxuduqda və ya o mahnını dinlədikdə düşünür ki, bu sırf mənə yazılıb sanki. Yəni ümumiləşir. O hisslər, o duyğular sizdə mən bizə çevrilir. Yəni ümumiləşmiş bir obraz kimi yaranır. Və elə də olmalıdır. Bəli. Elə də olmalıdır. Mən hərdən deyəndə, o mənim filan şeir sizin həyatınızda yazılıb yəqin, kimə həsr olunub, deyirəm, ay balam, şair Mirzə deyil, avtobiografik əsər yazan bir şey, nə bilim, yazı adamı deyil. Şair bütün xalqın dərdini, hissiyatlarını, düşüncələrini kağıza köçürən adamdır. Bir daha təkrar edirəm ki, şair oturub öz həyatını yazan ki, mən filan yerdə vəfasızlıq gördüm, filan yerdə nə bilim, belə sevinci yaşadım. Onu yazan Mirzə deyil. Mirzə deyil. Şair böyük bir toplumun, insanların, fərq etməz qadınlıq, kişilik, insanların düşüncəsini qələmə alan insandır. Onların yaşantılarını kağıza köçürən insandır. Şair təkcə keçmişdən yazmır. Keçmiş, gələcək, hətta gələcəyi belə görən və onu yazıya alan bir insandır. Ona görə çox şeylərim mən görmüşəm o görüşlərdə ki, deyirlər, baba mənim, siz artıq başqa cür əksini deyirlər. Bəziləri deyir ki, siz özünüz yazmışsınız, bəziləri deyir ki, siz bizim həyatımızı qələmə almışsınız. Bax, deyir, sizin o ifadələriniz hamısı mənə aiddir. Mənə də ən çox da yadımdadır ki, o məndən bir də olmayacaq şey. Məndən bir də olmayacaq. Onu nə qədər, özü əsasən xanımlar. Xanımlar çox sevirlər. Mənim də çox sevdiyim. Və onun o zamanda təzə yazanda biz bəstəkar dostumuz Eldar Mansurovla mahnı təzə çıxmışdı. Bir xanım zəng elədim. Kino İttifaqının katibi kimi otururdum hökumət evində. Heç üzünü də görmədim. İnanın ki. Dedi, babam mənim o mahnı mənə yazdım, onu mənə hədiyyə eləyin də. Mən deyirəm ki, mahnıdır, hədiyyə olsun sizə. Sən demə, bu hədiyyə belə müəllifi hüququnu mənimsəmək istəmirmiş. Bir də gördük ki, Ruhayniz xanımla danışıb, bahalı, gözəl bir klip yaradıblar. Çünki deyir ki, bu mənim həyatımdır. Var olacaq, yox olacaq, məndən bir də olmayacaq. Gözəl qızlar çox olacaq, məndən bir də olmayacaq. Başqa bahar, yaz gələcək, yağış yağır, qar gələcək. Dünya sənə dar gələcək, məndən bir də olmayacaq. Ona görə mən istəyirəm ki, bu
tarixdə qalsın, doğrudan da o zaman çəkilən Rangiz xanım da gözəl ifa edir. gözəl ifa, əlbəttə ki, Çox o gözəl gözəl ifa ifa eləməsəydi o mahnının taleyi alınmazdı axı. Çox uğurlu bir- Və ona yaraşan da gözəl bir klip çəkildi o şey, qədimi Bəli. rəqqasələrlə filanla bu Şahzadəroğlunda Keçən əsrə aid olan bəli geyimlərlə çox gözəl anlatdı. Rangiz xanıma da salamlar. Bir film buradan. yaratdı. Film yaradıbdı. O bəli. xanımın üzünü də görmədim. Sadəcə o deyir ki, bu mənim həyatımdır. Mən istəyirəm ki, bu həyatımın, bu bədii təcəssümü qoy əbədi qalsın. Nə gözəl, çox gözəl. Baba müəllim, sizi şeirlərdən, sizin şeirləri yazılan mahnılardan o qədər yəni ön plana çıxır söhbətlər gedir ki, sizin həm də bir nasir olduğunuzu unudur insanlar, həm də gözəl tərcüməçisiniz siz. Yəni başqa hər halda rus ədəbiyyatından eləmi? Siz şeirlər tərcümə Xarici ədəbiyyatdan, rus ədəbiyyatından. Ən çox kimlərin şeirlərini tərcümə etmisiniz? Mənim üçün maraqlı oldu bu. Ən çox mən tərcümə eləmişəm Platonovun əsərlərini, şeirlərini, yox, nəsrini. Nəsrini. Nəsrini, bəli. Sonra Aleksandr Blokun şeirlərini tərcümə eləmişəm. Marina Tsvetayevanın şeirlərini tərcümə eləmişəm. Rumun dramaturqu Karacelenin böyük bir piyesini tərcümə eləmişəm. Çox tərcümə, hətta bu mənfur qonşuların yazıçıları, amma yaxşı yazıçıların tərcümə eləmişəm. O zaman belə idi də, Gürcü yazıçılarından tərcümə eləmişəm. Və mənim də çoxlu demək olar, bütün əsərlərim dünya dillərində hamısı tərcümə olunub, çap olunub. O zaman belə bir ədəbi mühit vardı. Bəli. O zaman vahid bir ölkədə yaşayırdım. Yəni, Bugün mən Azərbaycanca bir hekayə yazırdım. Bir aydan sonra orada Gürcüstanda çıxırdı, burada Yerevanda çıxırdı, orada Moskvada çıxırdı, belə idi. Və bütün sosialist düşərgəsi deyirdilər. Bolqarıstanda, Almaniyada, hər yanda çap olunurdu. Biz də gördük, pul gəlir bizə. Qanırar gəlir. Çox gözəl imiş. İndi olmasın. İndi elə deyirlər, indi heç nə gəlmir. Baba müəllim, inanın ki, səmimiyyətimə... İndi mahnılardan gəlir. Bir də görəm, əsasən də ki... Yetər ki, hardansa gəlsin. Əsasən yox, Türkiyədən, ən çox da bizim qardaş ölkədən, Türkiyədən bir də görəm ki, amma onlarda yaxşıdır ki, birinci icazə, onlarda icazəsiz heç bir bəli, o məsələ çox dodağı tərpədə bilməsin, bizə kimi deyil. Həmən də gəlir ki, notariusda təsdiq olunmuş, razısa, bəstəkar Kamal Şəhərbov özü razısa, biz bu mahnını ifa etmək istəyirik və yaxud filmə salmaq istəyirik və yaxud konsertdə səsləndirmək istəyirik, mütləq icazə edin və yaxud çox gözəldir, əslində, bəli, çox gözəldir. Çap eləmək istəyirik, bəli, amma bizdə çox qəribədir. Mən öz mahnımı sosial şəbəkəyə qoya bilmirəm, özüm yazdığım mahnını. Sən demə, bütün mahnıları müğənnilər özəlləşdirib. Buna sertifikat alırlar, çox qəribədir. YouTube mənim qoyduğum öz mahnımı o dəqiqə silir ki, sən buna ixtiyarın yoxdur, təsəvvür edin. Belə qəribə bizdə bir absurd bir vəziyyət var. Doğrudan absurd vəziyyət. Amma Türkiyədə lap Tarkan olsun, Tarkan oxuyub da səndən nigaranamı. Bəli. Bir dəstə kağız istəyib bizdən. Möhürlü, nə bilim, Türk dilində tərcümə olunmuş variant, İngilis dilincə, yəni icazəni. Belədir, dünyada belədir. Baba müəllim, sizin tərcümələrdən danışdıqda inanın ki, mən istədim sizə deyəm ki, Aleksandr Blokun şeirlərindən siz tərcümə eləmisinizmi? Çünki Aleksandr Blokun şeirlərini mən çox sevirəm. Ümumiyyətlə Rus ədəbiyyatında onun şeirləri mənə, ruhuma çox yaxındır. Mən düşündüm ki, bunu Baba Vəziroğlu hər halda mütləq tərcümə eləyibdi. Açığı oxumamışdım və bunun üçün doğrudan utandım. Amma o tərcümələri mütləq oxuyacağam. Mütləq. Hamısı çap olunub. Mən əminəm ki, siz onu orijinalı kimi tərcümə etmisiniz. Təbii. Mən Aleksandr Bloka mənim rəğbətim haçın artdı. Daha doğrusu onu tərcümə eləməyə, yəni bir nədən stimul aldım. Bizim dostumuz da, bizim klassikimiz Anar müəllim, onun məşhur bir şairlər şeirini tərcümə eləmişdi. O qədər mənə ləzzət eləmişdi ki, dedim ki, mən də Anar müəllim bu qədər işin gücün qabağında bunu eləyirsən, mən niyə eləməyim? Oradan məndə həvəs yarandı. Çünki o şeiri əzbər bilirəm, şairlər şeirini. Gözəl. Bataqlıq yeri vardı, şəhərdən kənar.
Şairler yaşardı burada bir zaman. Çok güzel. Görüşəndə zorla gülümsərdilər. Etinasız süzüb bir-birin yaman. Şairlər şeiridir, Bəli. poet şeiridir. Lokun. Mütləq o tərcümələri bu gün mən oxuyacağam. İnşallah. Çünki düşünürəm ki, çox şey itirmişəm ədəbiyyatda. Yox, Həqiqətən hələ- oxuyacağam. hələ gec deyil. Yox, Gec olsun, oxuyacağam. güc olsun. Baba müəllim, artıq belə deyək, yaşınızın 7-ci 10 illiyinə çatdınız. Yəni ki, çox insan həyatının ən gözəl, bəhrəli, ən olğun, həyatı başqa cür baxdığı bir yaş devridir. Doğrudurmu? Sizin baxışınız necə? Siz deyirsiniz, deməli doğrudur da. Təşəkkür edirəm. Baba müəllim bugünkü gün huzuru nədə görür? Xoşbəxtlik, huzur sizcə bir şair gözü ilə baxsaq və 7 dənə 10 illik keçirdikdən sonra ən məşhur jurnalist sualınızı siz də təkrarladınız ki, xoşbəxtlik nədir? Yox, xoşbəxtlik yox. Məncə huzur başqa bir şeydir. Yox, xoşbəxtlik böyük anlamdır. Onun içində huzur da var, o da var. Bəli. Hüzn də var, huzur da var. Özünlə təklənmək də var. Çünki ömür boyu axtarırıq. Özünə bir sevinç tapmaq qabiliyyəti də var. Çünki belə həyatın axarına buraxsan heç vaxt sevilə bilməzsən sən. Gərək özündə bir sevinç tapasan. Ən çirkli bir şeydə gözəllik tapasan. Ən kədərli bir məqamda orada sevinç görə biləsən. Orada bir nikbinlik görə biləsən. Ən bədbin çağlarda. Bax, xoşbəxtlik budur. Alınır mı sizdə o? Məndə alınır. Hətta şeirlərimdə də var sevinmək istəsək. Sevinək, qış ötdü, yaz gəldi yenə. Bir də qismət oldu bu bahar bizə. Sevinək bu sevgi doğulan günə. Bu boyda dünyada gəldik üz-üzə. Nə qədər dünyada çay var, dəniz var. Kədər ürəyimdən gendi, qaçaqdı. Nə qədər dünyada saf var, təmiz var. Sevinməyə bir şey tapılacaqdır. Axırıncı bənd. Çox gözəl. Nə olsun təbiət 3 ay yaz olur. Nə olsun qarşıdan qış gəlir yenə. Nə olsun insanın ömrü az olur. Sevinək sevginin ölməzliyinə. Sevinək vətənin ölməzliyinə. Çox gözəl, çox gözəl. Sevgi ayrılıqdan güclüdür valla. Görürsünüz ki, Belə həmişə deyək, sevgi tapıram. ayrılıqdan güclüdür. Həmişə tapıram. Bəzən ayrılıq üstün gəlir sevgiyə, bəzən. İndi bunu efir üçün yox, yavaşca deyirəm də öz aramızda. Amma buna inanmaq lazım deyil. İnanasan ki, sevgi həmişə üstün gəlir. Həmişə ayrılığa qalib gəlir. Çox gözəl. Səhər mütləq zülmət gecəni üstələməlidir. Mütləq. Mütləq buna inanmalısan. İnanmadınsa, həyat səni əzəcək. Çünki birinci gündən ayağın yer, dilin söz tutandan həyat səndən mücadilədədir. Səni əzməyə, məhv eləməyə, sındırmağa çalışır. Gərək qalib çıxasan da. İndi bizdə bu Allahdan bərəkətli, bizdən hərəkət olmasaydı, biz böyük zəfəri necə qazanardıq? Doğrudur. Biz o inamı itirsəydik, əsas inam idi. İnanın ki, bundan da qat-qat bizim hərbi qüdrətimiz olsaydı, bundan da qat-qat bizim maddi, nə bilim, imkanlarımız olsaydı, biz o qələbəni qazana bilməzdik. Doğrudur. Əsas odur ki, o inamı itirmədik biz. Doğrudur. Ədalətə, haqqa olan inamı, ali baş komandanımıza, liderimizə olan inamı itirmədik. Bax, bizi bu zəfərə gətirib çıxaran o idi. Ona görə də insan gərək o inamı itirməsin heç vaxt. Doğrudur. Məşhur filmdə deyilir, "A qurban, sən inamını itirmə, gecələr yata qurban." Tək səsi filmində. Gərək inamı itirməyək. Doğrudur, baba müəllim. Çox təşəkkür edirəm. Sağ olun. Bugünkü səmimi söhbətinizə görə, bu qədər işin içərisində vaxt tapıb gəldiyinizə görə sizə ürəkdən təşəkkür edirəm. Və sonda tamaşaçılarımıza bir şair sözü, 2 kəlmə. Nə deyərdiniz? O qədər deməyə sözüm var ki. Ürəyinizə gələn söz indi. deyim ki, Şeirlə də olur. son elə o mahnıdan bir bənd deyəcəm Bəli, ki, aylar keçdi, il ötüşdü, elə bilmə, ayrı düşdük. Ayrılıq da bir görüşdü, ölüm itin yalan oldu. Bu
bu dünyada xatirələr qalan oldu. Kaş gözəl xatirələrimiz qalsın. Amin. Çox təşəkkür edirəm baba müəllim. Sağ olun. Biz də sizə Sağ olun, var möhkəm can olasınız. sağlığı arzu edirik. Bahəm. Gücünüz, qüvvəniz daha da çoxalsın ki, gözəl işlər görəsiniz. Yəni İnşallah. bir vətəndaş kimi yazasınız, yaradasınız və bizi hər zaman belə gözəl söhbətlərinizlə feyziyab edəsiniz, necə İnşallah. deyərlər. Təşəkkür İnşallah. edirəm. Əziz tamaşaçılar, bununla da çox gözəl bir verilişimizin sonuna gəldik. Mən əminəm ki, ürəyinizcə oldu. Çünki bir daha xatırladıram, bizim bugünkü qonağımız nəğməkar şairimiz, böyük şairimiz və əsl vətəndaşımız Baba Vəziroğlu idi. Sağ olun, salamat qalın, gələn görüşlərə qədər.